Zəfər Amerika Yay düşərgəsi, Zəfər şəhid ailələrinə dəstək ictimai birliyi və Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfirliyinin birgə təşkilatçılığı ilə baş tutur. Bu dəfə proqram çərçivəsində 10 nəfər şəhid övladı Amerika Birləşmiş Ştatlarına yollanıb. Onların hər biri Azərbaycanın aparıcı ali təhsil müəssisələrində oxuyur və yüksək akademik göstəriciləri ilə seçilirlər. Layihənin əsas məqsədi gənclərin dünya görüşünü genişləndirmək, beynəlxalq təcrübə qazanmalarına dəstək olmaq və gələcək peşə fəaliyyətlərinə yeni imkanlar yaratmaqdır. Düşərgə iştirakçıları Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahimlə görüşdülər. Proqramımız çox zəngindir. Həm Amerikanın tarixini və 250 illiyi qeyd olunur. 250 illiklə bağlı bir çox sərgilərdə, mərasimlərdə iştirak etdik. Eyni zamanda Amerikanın tarixini əks etdirən muzeyləri ziyarət etdik. Vaşinqton şəhərində yerləşən 2 Amerikan Universiteti və George Washington Universitetlərinə ziyarət etdik. Tanışlıq görüşlərində olduq, universitet tanışlıq görüşlərini keçirdik və bununla həm də konqres, ən çox övladlarımızın xoşuna gələn Milli Konqres Kitabxanası oldu. Kapitolu ziyarət etdik. Tələbələr Ad Universitetinin Vaşinqton mərkəzində, ABŞ-Azərbaycan Ticarət Palatasında və bir sıra tərəfdaş universitetlərdə keçirilən görüş və təlimlərdə iştirak ediblər. Amerikaya gəlmək mənə çox xoş təəssüratlar bağışladı. Buranın tarixi ilə bağlı, siyasi sistemi ilə idarə olunması ilə bağlı dəyərli məlumatlar əldə etdik. Magistratura təhsilimi təbii ki, davam etdirmək istəyirəm. Bura gəlib öncədən belə görmək, buranın necə bir yer olduğu ilə bağlı bir təcrübə əldə etmək təbii ki, mənim üçün çox faydalı olacaq gələcək həyatımda. Düşərgə iştirakçıları deyirlər ki, bu səfər onların yalnız yeni ölkə tanıması ilə məhdudlaşmır. Burada qazandıqları biliklər, qurduqları əlaqələr və əldə etdikləri təcrübə gələcək hədəflərinə doğru daha inamla irəliləmələrinə kömək edəcək. Layihə eyni zamanda şəhid övladlarının beynəlxalq mühitdə Azərbaycanı layiqincə təmsil etməsinə, fərqli mədəniyyətləri yaxından tanımasına və yeni baxışlar qazanmasına imkan yaradır. Gəldiyimiz gündən çox maraqlı günlər keçiririk. İlk gün ADA Centra getdik, orada həmvətənlərimizlə dostluqlar qurduq. Daha sonra sənət qaleriyalarına, muzeylərə getdik, orada həmin eksponatların tarixini öyrəndik. Daha sonra Capitola getdik, orada da bizə bələdçilik elədilər və oranı gəzdirdilər. Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfirliyində düşərgə iştirakçılarına sertifikatlar və xatirə hədiyyələri təqdim olundu. Təşkilatçılar bildirirlər ki, bu layihə birdəfəlik təşəbbüs deyil. Məqsəd şəhid övladlarının şəxsi və peşəkar inkişafına töhfə verən, onları beynəlxalq təcrübə ilə birləşdirən proqramları davam etdirməkdir. Neymət Tahiroğlu, Sədaqət Süleyman, Azərbaycan Televiziyasının Amerika bürosu, Vaşinqton.